Rusiya, İran, Ermənistan və Qərb mediası üçün xarakterik olan dezinformasiya axınının Türkiyə mediasında da özünü göstərməsi Azərbaycan cəmiyyətində dərin təəssüf doğurur. Bunu Türkiyə mediasında artıq negativ tendensiya halını almaqda olan məsələ ilə bağlı APAY açıqlamasında Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli bildirib. O qeyd edib ki, bir sıra xarici ölkələrin informasiya resurslarında və sosial media segmentlərində Azərbaycana qarşı zaman-zaman dezinformasiya kampaniyasının aparıldığı müşahidə olunur. Sentyabrın 23-ü Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məsələ ilə bağlı açıqlama yayıb. Azərbaycana qərəzli mövqe ilə seçilən bəzi media qurumları tərəfindən yayılan saxta xəbərlərin Hürriyyət və Sabah qəzetləri də daxil olmaqla, bir sıra ciddi informasiya resurslarında tirajlanmasından Azərbaycanla bağlı həqiqəti əks etdirməyən, şübhəli mənbələrə istinad edilərək dezinformasiyaların dərc olunmasından dərin təəssüf hissi keçiririk. Qardaş ölkənin aparıcı media qurumlarının belə yanaşması, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında 2021-ci ildə imzalanmış anlaşma memorandumu ilə formalaşdırılmış Azərbaycan-Türkiyə Birgə Media Platformasının mahiyyətinə ziddir. Xatırladaq ki, Birgə Media Platformasının əsas hədəflərindən biri də beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizənin aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılmasıdır.